Tərxan balam, yerin cənnət, məqamıcı olsun. Bu balam Rus sektorunu qutarıb, universitetdə oxuyub. Müharibədə tibb işçisi işləyib. Ali təhsili Rus sektorunu, o hər adam Rus sektorunu qutara bilmir. Yaraşıqlı bala, evin böyük uşağı. Allah anasına səbir versin. Yerləri cənnət, məqamları uca olsun. Mənim oğlum qəhrəmandır layihəsinə Cəlal müəllim çağırıb. Dövlət tədbiridir, Zəfər bayramına görə. Hər saat ana heç bir yerə getmir də. Amma bu Cəlal müəllimin sözün qəbul elədi. Yəni Bakıya gedirik. Zəfər bayramını orada qeyd eləməyə. Mənim oğlum qəhrəmandır layihəsi. Allah bütün analara səbir versin bacım. Sənə də, sənin qızını, oğlunu, xoşbəxtlərini xoşbəxt eləsin. Yoldaşını sənin başının üstündən əski eləməsin. Sağlam olsun, sağlamlıq arzulayıram bütün ailə üzvünə. Həyat davam eləyir, sənin oğlun ölmüyor, sənin oğlun şəhiddir. Özün də yuxu görürsən. Şəxsən mən evdə öz oğlumu görmüşəm ki, yeriyir, bax belə gözlərimlə. Yəni o dünya var, mən o dünya inanıram. Şəhidlik var Quranda. Yəni hamı buna, indi elə adam var ki, inanmır o Sovetin vaxtında yaşayanlar. Sovet vaxtında yaşayan adamların əksəriyyəti inanmır o dünya. Amma şəxsən biz şəhid anaları o dünya inanırıq. Allah mələkləri göndərsin. Bizim ürəyimiz yanır. Bizim ürəyimizə biraz səptsin ki, biraz sərinləşdirək. Ürəyimiz biraz sərin olsun. Hamınızda sağ can arzulayıram. Sizlə müharibə olmaya sülh ola. Hamı rahat yaşayaq.